Minnətdaram Coşqun. Bir dənə bunu götür mikrofonu. Bu çox maraqlı bir instrumentdir. Yəni əziz tamaşaçılar bilsin ki, reklam arası Coşqun instrumenti bizə göstərib və bu ifanı etdi. Mən dedim bir efirdə ifa elə görək. Bu ümumiyyətlə bu instrumentin adı nədir? Yəni mən baxıram sən həm bununla ifa edirsən, həm o da barmaqlardır. Bu yox daxı burada. Nə edirsən burada? Nədir bu? Salamlayırıq Lamiyə xanım qonaqlarımızı. Maşallah olsun, çox gözəl, zövqlü bir efir gedir. Mən özüm də ifa edəndə də biraz məsuliyyətlə şeirə uyğun yanaşıram ki, yəni biraz ona həssaslıq olur da bu mövzu biraz. Qaldı ki, bu aləti bunu ilk dəfə Zeynal müəllim ifa edib. Elariz Məmmədoğlu'nun ansamblında. İndi bu dəqiqə bizim Elariz Məmmədoğlu'nun sənət fəaliyyətini dayandırıb. Çox musiqicilər demir onu, vurğulamır. Karfey sənətkardır Zeynal müəllim. Salamlayırıq buradan. Can sağlığı. O şansonu. Bu nə sintezatordur, nə gitaradır. Rusca buna fayemu deyirlər. Fayemu. Azərbaycanca daraq deyirlər, nəmraşotka, mini sintezator, kimin ürəyi necə istəyir. Maraqlı da. Və bu naqilsizdir də, yəni Respublikada məndə olan bir ilk dəfə məndədir. Bu frənlə bir yerdə, yəni səsləri istənilən səsləri dəyişirsən, qabaqda ifa eləyirsən. Bax belə. Həm xalq musiqiləri, həm lirikalar, həm rock, pop. Hər şey var. Hər şey var. Bayaqdan, baxıram. Çox gözəl. Təşəkkür edirəm. Yəni, tamaşaçıları tanış elədik.